Salam uşaqlar. Bugün biz tarixi şəxsiyyətlər mövzusu daxilində tapşırıqları birlikdə yerinə yetirəcəyik. Elə isə gəlin A tapşırığına nəzər salaq. Nümunəyə uyğun yaddaş xəritəsi tərtib edin. Verilmiş mətni oxuyaraq xanalarda müvafiq açar sözləri qeyd edin. Uşaqlar, siz artıq mətni oxumusunuz, məlumatlardan xəbərdarsınız. İndi isə gəlin həmin məlumatlardan istifadə edərək yaddaş xəritəsini tamamlayaq. Beləliklə, mətndə tarixi mənbələr hansıları idi? Gəlin xatırlayaq. Bəli, qədim əşyalar, şəhər, kənd qalıqları. Tarixi hadisələr isə müharibə, coğrafi kəşf və elmi ixtiralar göstərilmişdir. Tarixi əsər dedikdə biz mətndən oxuduq ki, alimlərin faktlara əsaslanan əsərləri nəzərdə tutulur. Həmçinin nağıl, dastan, rəvayət və digər şifahi xalq ədəbiyyatından nümunələr göstərə bilərik. Tarixi şəxsiyyət isə hökmdarlar, sərkərdələr, səyyahlar, alimlərin olduğu göstərilmişdir. İndi isə gəlin söz boğçasında verilmiş bu mətn daxilində öyrəndiyimiz yeni sözlərin mənasına nəzər salaq. Arxeoloq, qazıntı aparmaqla xalqların qədim tarixini araşdıran alim nəzərdə tutulur. Görkəmli isə böyük xidmətləri olan, tanınmış, məşhur mənasını ifadə edir. B tapşırığına baxaq. Yaddaş xəritəsindən istifadə etməklə mətni nəql edin. Uşaqlar, biz artıq yaddaş xəritəsini təqdim etmişik. Burada məlumatlar qeyd olunmuşdur. Siz bu məlumatlardan istifadə edərək mətni nəql edərsiniz. C tapşırığına nəzər salaq. Təsəvvür edin ki, Molla Nəsrəddin lətifələrinin qəhrəmanı haqqında araşdırma aparırsınız. Aşağıdakı məlumatları əldə etmisiniz. Gəlin məlumatları nəzərdən keçirək. Molla Nəsrəddin 1208-1284-cü illərdə Anadoluda, Türkiyədə yaşamış, xalq tərəfindən sevilən müdrik din xadimi olmuşdur. İkinci, Molla Nəsrəddin lətifələrində tez-tez Teymurləng obrazına rast gəlinir. Növbəti, Teymurləng ləqəbli Əmir Teymur 1336-1405-ci illərdə yaşamış, böyük bir dövlət yaratmışdır. Dördüncü, bəzi alimlərin fikrincə Molla Nəsrəddin 1308-1384-cü illərdə Anadoluda, Türkiyədə yaşamış tarixi şəxsiyyətdir. Və sonuncu, Molla Nəsrəddinin lətifələrindən ibarət ilk kitab 1480-ci ildə nəşr olunmuşdur. İndi isə gəlin suallara nəzər salaq. Əldə etdiyiniz hansı məlumatlar arasında ziddiyyət var? Bu məlumatlardan hansı nəticəyə gəlmək olar? Uşaqlar, diqqətlə baxsaq görərik ki, birinci cümlədə qeyd olunmuşdur ki, Molla Nəsrəddin 1208-1284-cü illərdə Anadoluda, Türkiyədə yaşamış, xalq tərəfindən sevilən müdrik din xadimi olmuşdur. Və üçüncü cümləyə də diqqət edək. İndi isə fikrimizi ifadə edək. Teymur 1336-1405-ci illərdə, Molla Nəsrəddin isə 1208-1284-cü illərdə yaşamışdır. Onlar arasında təxminən 2 əsrə yaxın zaman fərqi var. Deməli, burada nəticəyə gəlirik ki, bu iki şəxsin eyni dövrdə yaşaması və bir-biri ilə görüşməsi mümkün deyil. Bu fikir ziddiyyət təşkil edir. D tapşırığı. Tarixi şəxsiyyətlərin həyatını araşdırmaq bizə nə verir? Gəlin bu haqda düşünək. Bir tarixi şəxsiyyətin həyatını araşdırırıqsa, deməli, həmin tarixi hadisələri daha yaxşı anlamağa bizə kömək edir. Həmçinin tarixi şəxsiyyətlərin fəaliyyətindən nümunə götürməyə imkan verir. Eyni zamanda xalqların və mədəniyyətlərin keçmişi haqqında daha geniş məlumat əldə etməyə kömək edir. Sonuncu tapşırığa baxaq. Nəyə görə doğma yurdumun tarixini öyrənməliyəm mövzusunda esse yazın. Uşaqlar, esse yazarkən diqqət etdiyimiz əsas məqamlardan biri odur ki, biz essenin strukturunu unutmamalıyıq. Giriş, əsas və sonluq hissəni yada salmalıyıq. Eyni zamanda əsas hissədə arqumentlər, həmçinin arqumentləri əsaslandırmağı unutmamalıyıq. Əziz dostlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.